Neyniyək ki, uşaq sözümüzə baxsan, 1. Uşağa özünüzü sevdirin. Uşaq sizi sevmirsə, dediyinizi niyə eləsin ki? Bu, insan təbiətinə zidd bir şeydir. İnsan sevdiyi üçün nəsə bir şey eləməyə çalışır, sevmədiyi üçün yox. Uşağa nə isə öyrətmək istəyi, özünüzü sevdirməyə mane olmasın. Əsas uşağa nə isə öyrətməyimiz deyil. Çünki bizi sevsə, onsuz da hər şeyi bizdən öyrənəcək. 2. Güvən verin. Bunun üçün əvvəlcə siz ona güvənin. Sözünüzlə davranışlarınız üst-üstə düşsün. Əsla yalan danışmayın. Qərarlı olun, tutarlı olun. Bunu sənə deyirəm, amma heç kimə demə. Kimi ifadələrdən uzaq olun. Səmimi görünməyin. Həqiqətən həyatda da səmimi olun. 3. Qətiyyətli olun. Düz hər yerdə düzdür, səhv hər yerdə səhvdir. Həmçinin düz hamı da düzdür, səhv hamı da səhvdir. Deyək ki, uşağa hər hansı bir şeyin düzgün olmadığını öyrətmisiniz. Uşaq gəldi sizə dedi ki, anaya, ata, sən demişdin bu olmaz, amma baba elədi axı. Bax o zaman o babadır, ona olar, ya da o böyükdür və yaxud da nə bilim, sən ona fikir vermə kimi sözlər sizin etibarlılığınızı zədələyəcək. Təsəvvür eləyin, eyni şey sizə olunsa necə olarsınız? Hamıya olar, bircə sizə olmaz. Bu haqsızlıq deyil. Bir şey düzgün deyilsə onu heç kim eləməməlidir də, düzdürmü? Burada eyni qətiyyətlə davranıb açıq şəkildə xeyr, baba burada düz eləmədi deyə bilməlisiniz. Çünki bu qətiyyət sizin etibarınızı, hörmətinizi uşağın yanında daha da möhkəmləndirəcək.